Siyonu kim bərpa edəcək? Gəlin Zəbur 102-ci fəsil 16 ayəyə baxaq. Rəbb, o nə tikəcək? Siyonu yenidən bərpa edəcək. Yenidən bərpa edəcək təkrar tikmək demək deyilmi? Gəlin yenidən bərpa edəcək sözünün mənasını diqqətlə nəzərdən keçirək. Bu onu göstərir ki, bu ilkin quruluş deyil, bir vaxtlar məhv edilmiş Siyonun bərpasıdır. İngilis Bibliyasında rebuild sözü aydın şəkildə qeyd olunur. Təkrarı bildirmək üçün istifadə olunan prefiks deyilmi? Siyon bir dəfə qurulmuşdu, lakin bir sıra hadisələrlə məhv edildi. Bununla belə Allah Siyonu yenidən bərpa edəcək. Buna görə də müqəddəs kitabda deyilir, Allah Siyonu yenidən bərpa edəcək. Yazılmışdır. Rəbb Siyonu yenidən bərpa edəcək, əzəmətində görünəcək. O zaman peyğəmbərlik baxımından Siyonu yalnız kim bərpa edə bilər? Tutaq ki, bu dram və ya film üçün ssenarinin bir hissəsidir. Onda ssenariyə görə kim peyda olub Siyonu quracaq? Müqəddəs kitabın özü bir peyğəmbərlik kitabıdır. Buna uyğun olaraq hər şey həyata keçirilməlidir. Buna görə də bu peyğəmbərliyi yerinə yetirmək üçün Allah gəlib Siyonu yenidən bərpa etməlidir. Deyə bilmərik ki, yalnız Allahın qurduğu yer həqiqi Siyondur. Vəhiy 5-ci fəsildə nə deyilir? Göydə, yerdə və ya yerin altında tumarı aça və hətta onun içinə baxa bilən bir kəs varmı? Heç kim. Bu o deməkdir ki, müqəddəs kitabın 66 kitabının düzgün təfsiri Rəbb gələnə qədər verilə bilməz. Nə qədər müqəddəs kitab alimi müxtəlif nəzəriyyələr irəli sürsələr və hər cür sistem hazırlasalar da, biz onların nəzəriyyələri və ya sistemləri ilə heç vaxt xilas ola bilmərik. Allahın iradəsinə uyğun olmalıdır.